Fəxri ilə bir gün Murtəzayı Heydər fərmayiş etdi ey bətuliyyətər, səndən məni artıq sevərdiyəm mən. Bir gün İmam Əli xanım Zəhraya dedi, Fatimə, Peyğəmbər məni çox istəyir səndən. Niyə? Möminlərin tənha əmiriyəm mən, əmirin olakün vəziriyəm mən. Amma səni ayağın altında ölüm. Bax, gör nə deyirəm sənə, aşiqlər. And olsun o Əliyin haqqına bunu hər yerdə oxumuram. Amma ümid edirəm inşallah sən burada onun bizə deyərlər, əhsənunla, alqışınla hər sözün qiymətini verəcəksən. İndi İmam şu bu sözü qayıtdı dedi ona. Xanım Zəhra, Peyğəmbər məni çox istəyir, ona görə ki, mən möminlərin tənha əmiriyəm. Heç bir imama əmirəl-müminin demək olmaz Əlidən başqa. Zəhra dedi, ya Əbu'l-Həsən əmoğli, ey Kəbənin mevlud Zəmzəm oğli, dey hər dəmin müştaqi Məryəm oğli. Xanım Zəhra deyir Əliyə, Əli, düzdür ki sən damadı Mustafa'sən, amma onun istəylisi mənəm mən. Sağ ol Şüzən müəllim. Əli, düzdür sən Peyğəmbərin kürəkənisən, amma onun istəylisi mənəm mən. Mevla buyurdu ey yeganə yarim, Mevla buyurdu ey yeganə yarim, ey Məryəmə fəxr eyləyən nicarim, etsin müfaxirə var iftixarim, bir iş görək Allah da razı olsun, şəxsən Rəsulullah qazi olsun. Gedək Can Yasin'dən soruşaq, Peyğəmbərdən soruşaq, gedək hansı birimizi çox istəyir? Yetti qəbulə bu gözəl məqulə, bəhbəh Cəlal o Heydər o Bətulə, bahəm gəliblər məhzər Rəsulə. Gəllər biz Peyğəmbərin yanına, şuur ilə doldu məclisi təvəlla, taxtı qəzavətdə oturdu Taha, sağda Əli, solda dayandı Zəhra, müqabildə Həsən, Hüseyin məzlum, beş nurə nazir, Zeynəb ilə Gülsum. Hamı diqqət edin. Amma sözə diqqətlə başladınım. Söz başladı əvvəldə Mahi İsmət. Xanım Zəhra durdu ayağa, ərz etdi ey fərman rəvai xilqət, ata bu mən, bu Heydər sən elə qəzavət, ata qəzavət elə, vazəhdir ki bizə inayətim var, amma kimə artıq məhəbbətim var. Ata kimi çox istəyirsən? İndi səndən bir dənə salavat istəyəcəm, amma ürəkdən deyəcəksən, eşqdən. Vaxtı Bətul Murtəzay Əhməd, vaxtı Bətul Murtəzay Əhməd, qonça kimi güldü ləbi Muhammed. Allahümmə eşqıva qurba, elə məst olmuşsan eşidilirsən. Fərmayiş etdi ey sururi sərməd, sən də mənə məhbubisən Əlidə, sən də mənə mənsubisən Əlidə. İkiz də mənim canımsız. Həzrət dedi, yox ya Rasulallah, belə qəbul eləməyəcək. Buna bax,
Mevla dedi eşkimdi sine həkki. Yox heç kəsin bu iftixara şəkki. Şiri hicazəm qəhrəman Məkki. Ali deyir İsari mən Qur'anda vardı ayə. Derdim namaz üstə üzük dayə. Sözü çatdırabildim də. İmam verim mən üzüyünü vermişəm. Allah mənim haqqımda ayə göndərib. İndi buna bax. Zəhra dedi Leyla ki atam kəsindi. Mevla dedi Leyla Əli bəsimdi. Zəhra dedi göydə mənim səsimdi. Aşimi Leyla Fatimə ucatdı. Əli Allah səni də dədəmi də mənə görə yaratdı. Ay ay ay. Ah be! Ah be! Canavar, gəlm oldu hərdən məclisi təfaxür. Yox heç birində kinə və təzahür. Bəh bəh, bunlar bir əşrəful əkabir. Çeşmi fələk bu bəzmə nazir oldu. Min mələk məclisdə hazır oldu. Mələklər tökülüblər, hamı gəlib. İndi buna bax, indi buna bax. Mevla buyurdu qiblətul ənamım. Əvvəl müsəlman, əvvəlin imamım. Qulaq as, qulaq as. Zəhra dedi darayı ehtiramım. Əlim mən üst çevirsəm qiblə-i niyazə. Allah deyər əhsən belə namazə. Ama buna bax. Məclisdə taha cilvə-i cəlidə. Bir qız gözündə, bir gözü əlidə. Yer göy vələh ənvar-ı müncəlidə. Gəh Fatimə faxirli gah-ı Heydər. Hər kəlmiyə əhsən deyir Peyğəmbər. Peyğəmbər hər ikisinə əhsən deyir. İndi buna bax, buna bax. Yenə salavat istəyəcəm amma gözəl. Mevla dedi Durdaniyəm yeganə. Mən Kəbədə qoydum qədəm cəhanə. Kəbə mən beşiyimdir Fatimə. Zəhra dedi and olsun İnso canə. Yox haqq yanında mən kimi müəyyəd. Anam Xədicədir, atam Muhammed. Buna bax, buna bax. Ali buyurdu Hüccətullaham. Xanım buyurdu İsmətullaham. Ali buyurdu Qeyrətullaham. Can qeydini başımdan atmışam. Can qeydini başımdan atmışam mən. Zəhra Peyğəmbərin yerində yatmışam mən. Can, əllərinizə qurban. Bəh, 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 bəh. Bəh, 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 bəh. Bəh, 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 bəh. Zəhra dedi haqqın mənim nicat.
indi asimanda cari. Kəbinimizi göydə mələklər kəsiblər. Allah toyumda könlümü alıbdı. Əli yeri göyü kəbinimə salıbdı. Seyyid Rəşad abına bax, başıma dönüm. Mevla dedi, cəm iki soya canım. Zəhra dedi, mən orada mizibanım. Mevla dedi, məxdumi qudsiyanım. Zəhra dedi, min nazi əhsən ilən Əli. Allah sizi tanıtdırıb mən ilən. Necə? Allah Əbulbəşər Adəm babamızı xərq elədi. Adəm peyğəmbərdir, baxdım gördüm başım üstündə 5 dənə nur. Dedim, ya Cəbrail, mən Əbulbəşər, babalar kimdir? Dedi ki, səni tanış edeyim. Adəm, bu Fatimənin atası. Bu Fatimənin yoldaşı. Bu Fatimənin oğlanları, bu da Fatimənin özü. Deyə bildim ya, yox. Seyyid Röşən ağanı tanıyır, bax. Deyir, Seyyid Röşənin qardaşıdır, Seyyid Röşənin babasıdır. Onun xalası oğlu, onun bacısı oğlu. Onu tanıyırlar, deyə ondan tanıtdırırsan. Allah da Adəmə, Peyğəmbəri də Əlini, İmam Həsən, İmam Hüseyni Fatimə ilə tanıtdırıb. Mən bilmirəm, indi burada nə olacaq? Amma bir də buna baxın. Can, əlləri var qurban. Mənim ən çox sevdiyim ağa budur. Qoy bir dən bunu deyim. Madər ana deməkdir, ana. Diqqət edin. Zəhra dedi, mən nur məşriqeydəm. Mevla dedi, mən fəxri qibləteynəm. Zəhra dedi, mən madəri Hüseynəm. Ay. Mən Hüseynin anasıyam. Hüseynin anasıyam ağa. İndi buna bax. Mevla dedim, ulcuyi məktəbəm mən. Zəhra dedi, ustadı Zeynəbəm mən. Zəhra dedi, ustadı Zeynəbəm. Mevla dedi, İsa'ya vermişəm dəm. Zəhra dedi, məndən dəm aldı Məryəm. Mevla dedi, öpdü adımdan Adəm. Zəhra dedi, Adəm ki tövbə etdi, ya Fatimə dedi, qəbul et. Adəm tövbəsi ya Fatimə ilə qəbul et. Gəlirəm ora. Yüz tuttu Zehra'ya, buyurdu ol dem. Peygamber dedi, diyanın benim gözəllərim. Yüzü tuttu Zehra'ya, bak başıma dönüm. Alqışımı buna istəyəcəm. Ey sərvəri külli sənani aləm. Buna bax. Ba həmdi ayrılmaz üzüy qaşından. Üzüy qaşdan ayırmaq olar, yox. Ba həmdi ayrılmaz üzüy qaşından. Dur öp kızın əmoğluvun başından. Niye başından? Ana onu da diyeceğim. Ay caddına kurban, ay seyyidler, Fatimə balaları. Kızım Fatimə, əlini tək görmüsən? Sanma, əli təkdir, gəlib bir təfsil. Cəbrail o, Mikail o, Ərabil, İsrafil o, Əzrail o, Ərahil.
hazırdır 8000 mələk bu yerdə. Edirlər Heydərə kömək bu yerdə. 8000 mələk buradadır. Fatimə, əlini tək görmə. Buna bax. Zəhra xanım Bəqiyyətun nübüvvət, əmr-i rəsulə eylə bi icabət. Fərqi imamətdən öpüb o saat. Xanım durdu gəldi, düz ağanın başından öpdü. Ta öpdü Fatimə səri əlini, Əli də öpdü Fatimə əlini. Bu bunun başından, bu bunun əlindən. Niyə? Bax. Əllərə qurban kəlamı. Sonuncu bəndim budur, bax. Kulak as, başıma dönün. Təhlildə mənani əhli mənaya öftü niyə tərqi əlini Zəhra. Niyə başımdan öptü? Yəni bu baş naməhrəmə xəm olmaz. Başsınsa da şəxsiyyəti kəm olmaz. Ay can, ay can, ay can, ay ey. Naməhrəmə xəm olmaz. Açsınsa da şəxsiyyəti kəm olmaz. Qanun-i ilahi belədir, ay yerinə gün gecə gəlməz. Qanun-i ilahi belədir, ay yerinə gün gecə gəlməz. Gər zuri əli olmasa millət gücə gəlməz ayəmma. Sovet dövründə qanun təbiət dedilər, amma sən demə Seyyid Əzəm elə qanun ilahi yazıb. Ustad Nasir, bilələm qardaşım, bunu hazırladım sizə. İndi meydan sizindir. Qanuni ilahi belədir, ay yerinə gün gecə gəlməz. Gər Suriyəli olmasa millət gücə gəlməz. Gər cəzbəyi eşq olsa gətirəm, necə gəlməz ayəmə. Gər cəzbəyi eşq olsa gətirəm, necə gəlməz. Gər cəzbəyi eşq olmasa gəlsən, necə gəlməz. Mevlam canım tala'al bedru aleyna min senibyetin vadam vacebeş şukru aleyna meda'a lillehidem tala'al bedru aleyna min senibyetin vadam vacebeş
Resul ente bedrum ente nurun ana nurin ente şemsun ente bedrum ente nurun ana nurin ente misbah Süreyya ya Habibim ya Muhammed ya Habibim ya Muhammed. أيها المبعوث فينا جئت بالأمر المطاع جئت شرفت المدينة شرفت مدينة يا Təşəkkür edirəm. Şizad müəllim, sizə qurban olum, əziz qardaşım. Əlləriniz var olsun, Əli Heydər müəllim. Ağalı qardaşım.